Salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə 24 may tarixində coğrafiya 2-ci qrup üzrə keçirilmiş qəbul imtahanlarının coğrafiya suallarına baxacağıq. Deməli, gəlin ilk sualımızdan başlayaq. İlk sualımızda bizə deyir ki, diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri müəyyən edin. Görürük ki, birincidə 50%-ə qədər verib. 50%-ə qədər biz bilirik ki, yarım səhra və quru çöldür. Təqribən Azərbaycan 30%-ni mülayim isti iqlim əhatə edir və təqribən 20%-ə qədərini isə soyuq iqlim əhatə edir. İndi gəlin baxaq. Şollar düzü. Biz bilirik ki, Şollar düzü yarım səhra və quru çöldə yerləşir. Ona görə A gedəcək 1-ə. Orta Araz təbii vilayətində rast gəlinmir. Biz bilirik ki, Orta Araz, yəni Naxçıvanda mülayim isti iqlim mövcud deyil. Ona görə 2-yə gedəcək B. Lənkəran ovalığı, Qanıqəyri çay, əlbəttə ki, biz bilirik ki, mülayim isti iqlimdə yerləşir. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Biz bilirik ki, pambıq istilik tələb etdiyi üçün yarım səhra və quru çöldə əkilir. Respublikamızın yüksək dağlıq ərazilərində yayılmışdır. Əlbəttə ki, bu soyuq iqlim tipinə aid olacaqdır. Ona görə 1-ə AD, 2-yə BC, 3-ə isə Y olacaqdır. Növbəti sualımıza keçək. 32-ci sualımızda deyir ki, Aral dənizinin qurumasının səbəbi Aral dənizinin qurumasının nəticəsi. Biz bilirik ki, Aral dənizinin qurumasına səbəb Amudərya və Sırdərya çaylarının kəskin şəkildə suvarılması, onlardan suvarma kanallarının çəkilməsi nəticəsində çayların gətirib öz suyunu Aral dənizinə çatdıra bilmir. Ona görə quruyur və nəticədə göl quruduğu üçün göldə olan duzlar ətraf ərazilərə yayılır və torpağı yararsız hala salır. Litosfer tabularının hərəkətinin heç bir aidiyyəti yoxdur. Duzlu toz fırtınalarının torpağı yararsız hala salması, bəli, bu nəticəsidir. Ona görə 2-yə gedəcək 2. Suvarmaya tələbatın artması, bəli, suvarmaya tələbatın artması əlbəttə ki, Aral dənizinə tökülən çayların suyunu gəlib bura çatdırmamasına səbəb olur. Ona görə 1-ə 3, 2-ə isə 2 olacaqdır. 1-ə 3, 2-ə 2. Üçüncü sualımıza baxaq. Qazaxıstan və Türkmənistan deyir. Ərazisində Buzaç yarımadası biz bilirik ki, Xəzər dənizi hövzəsində Qazaxıstana aiddir. Ona görə 1-ə A. Qırğızstanla sərhədi yoxdur. Təbii ki, Türkmənistanın Qırğızstanla sərhədi yoxdur. Əhalisinin əsas tərkibi türk dil qrupunun Bulqar. Bunların heç biri Bulqar deyil. Ərazisində çöl və meşə çöl təbii zonası yayılmışdır. Bu təbii ki, Qazaxıstanda ola bilər. Çayları yalnız daxili axar sövzəyə aiddir. Bu əlbəttə ki, Türkmənistana aid olacaq. Ona görə 1-ə AD, 2-ə isə BY olacaqdır. Növbəti sualımıza baxaq. Orta illik temperaturun 20 dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər. Əgər havanın temperaturu il boyu 20 dərəcədən çoxdursa, demək bu tropikin səhra tipidir. Və hardan bilirik? Çünki düz günəş radiyasiyasısa, demək burada buludluq azdır. Demək biz burada tropikin səhra tipinə aid olan, yəni kontinental tipinə aid olan əlamətləri axtaracağıq. Rütubətli əmsalı vahiddən kiçikdir. Əlbəttə ki, isti və quru əraziləri olduğu üçün rütubətləmə əmsalı vahiddən kiçik olacaq. Yalnız ovalıqlar üçün xarakterikdir. Yəni bu doğru deyil. Çaymələ gəlmə imkanları zəifdir. Əlbəttə ki, zəifdir. Enən hava axınları üstünlük təşkil edir. Təbii ki, çünki bura quraq ərazidir, yağıntı verməyən havadır. Stukalıq temperatur amplitudu yaranmır. Əksinə, stukalıq temperatur amplitudu çox böyük olur. Kimyəvi və üzvi aşınma intensiv gedir. Xeyr, burada fiziki aşınma olar. Ona görə sualımızın düzgün cavabı 1, 3 və 4 olacaqdır. Növbəti sualımıza baxaq. Deməli, bizə deyir ki, verilmiş gölləri biz doğru olmayan sıraları müəyyən etməliyik. Vulkanik Qaragöl vulkanik şəlalədə yerləşir. Bəli, Laçında tamamilə doğrudur. Batabat axmaz mənşəli göl deyil. Ona görə 2-ni biz buradan seçəcəyik. Sarısu tektonik mənşəli yox, Çaydərə mənşəli göldür. Ona görə 3-ü də seçəcəyik. Bizdən yanlışları istəyir. Axmaz göl, Ağ göl, bəli, Mil düzündə yerləşir. Tamamilə doğrudur. Uçqun Maral göl Murovdağ silsiləsində yerləşir. Tamamilə doğrudur. Hacıqabul Axmaz, lakin Salyan düzündə yerləşmir. Səhvdir. Demək 2, 3 və 6 olacaqdır. Bizdən yanlış cavablar istəyir. Deməli, Batabatı seçdik. Sarısını seçdik. Bir də ki, Hacıqabulu seçdik. Deməli, bizə 36-cı sualda çaylar verib, onların töküldükləri dənizlər və mənsəbinin yerləşdiyi ölkələri istəyir. Demək, 1, 2, 3 kimi qruplaşdıraq. Deməli, Mekong biz bilirik ki, Cənubi Çin dənizinə tökülür. Ona görə 1-ə gedəcək 2, mənsəbində isə Vyetnam ölkəsi yerləşir. Deməli, Nil biz bilirik ki, Aralıq dənizinə tökülür və mənsəbində Misir yerləşir. Yukon çayı isə bildiyimiz kimi Bering dənizinə tökülür və ABŞ ərazisində mənsəbi yerləşir. Ona görə 1-ə 2
D, 2-yə 4 C, 3-ə 3 A. Növbəti sualımıza baxaq. Deməli, xəritə sxemdə bizə Somali, Yəmən və Liviyanı qeyd edibdir. Demək, bizə deyir ki, bu ölkələr üçün səciyyəvi olan xüsusiyyətləri, ümumi olan xüsusiyyətləri seçin. Tropik hava kütlələrinin təsirinə məruz qalır. Bəli, bunlar tropik hava kütlələrinin təsirinə məruz qala bilər. Əlbəttə ki, insan inkişaf indeksinin yüksək olduğu ərazilər ola bilməz. Çünki bunlar inkişaf etmiş ölkələr deyil. İqtisadi sektorun fəal əhalinin əsas hissəsi 3-cü, 4-cü sektorda biz bilirik ki, inkişaf etmiş ölkələrdə işləyən əhali daha çox 3-cü, 4-cü sektorda çalışır. Bunlar əsasən kənd təsərrüfatında, yəni 1-ci sektorda çalışırlar və yaxud da hasilatda çalışırlar. 3 yanlışdır. Əhalinin əsas hissəsi Afro-Asiya dil ailəsinə aiddir. Tamamilə doğrudur. Ərazisində günorta vaxtı şaquli cisimlərin kölgəsinin olmaması müşahidə edilir. Tamamilə doğrudur. Çünki bunların ölkələrin ya bütövlüklə ya da müəyyən bir hissələrində günəş zenitdə olur. Və bu zamanda kölgənin, yəni kölgə görünməyəcək, sıfıra müşahidə olunacaq. Bu da tamamilə doğrudur. OPEC təşkilatının üzvüdür? Xeyr. Yəni hamısı burada ümumiyyətlə OPEC-ə üzvü deyə bilmərik. Ona görə yəni ortaq cəhət deyil. 1, 4 və 5 isə əlbəttə ki, ortaq cəhətdir. Növbəti suala baxıraq. Metallurgiya kombinatlarının əsasən yerli və idxal hesabına daş kömür və dəmir filizi ilə işləyən ölkələr. Demək, biz birinci bənddə həm daş kömür, həm də dəmir filizi olan ölkə olmalıdır. İkincisi isə əlbəttə ki, Qərbi Avropa, Yaponiya və yaxud da ABŞ kimi ölkələr olmalıdır ki, bunlar biz bilirik ki, bu təbii sərvətləri əsasən alırlar. Düzdür, daş kömürü ABŞ həm də satır, lakin əsasən yəni bu ölkələr təbii sərvətləri digər ölkələrdən idxal edirlər. Verilən bir cavablara baxanda deməli, burada cavabın D bəndi olduğunu görə bilirik. Çünki Çin, Rusiya, Car bunların həm dəmir, həm də daş kömür ehtiyatları mövcuddur. Və bunların yəni yerli xammal hesabına metallurgiyanı inkişaf etdirə bilərlər. Lakin Fransada, İtaliyada, Yaponiyada bunlar inkişaf etmiş ölkələrdir. Bunların bu təbii sərvətləri demək olar ki, yoxdur və bunlar idxal hesabına həmin sahələri inkişaf etdirirlər. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaqdır. Növbəti sualımıza baxacağıq. Deməli, növbəti sualımızda bizə deyir ki, şimal yarımkürəsində tropik işıqlanma qurşağında yerləşən en məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 33,5-dir. Biz bilirik ki, tropik işıqlanma qurşağında günəş il boyu, yəni zenitdə ola bilir. Əgər günəş zenitdə olursa, demək günəş maksimum neçə dərəcə bucaq altına düşə bilər? Təbii ki, 90. Biz burada 90-dan 33,5-i çıxsaq, təbii ki, nə qədər qalır? 60, daha doğrusu 56,5. Deməli, biz müəyyən etdik ki, günəşin düşmə bucağı maksimum 90 idisə, minimum olacaq 56,5. İndi bizə deyir ki, bu məntəqə hansı coğrafi enlikdə yerləşər? Biz gəlin görək, günəş bu məntəqə demək tropik işıqlanma qurşağındadır. 56,5 minimum düşürsə, görə bu hansı məntəqədir? Biz buraya yazarıq ki, 90 çıxılsın. Deməli, 90 çıxılsın. Verilmiş məntəqənin nə olduğunu bilmirik. X-dır. Minimum düşmə bucağını istəyirsə, demək, əks yarımküre olduğu üçün plusuna götürəcəyik. 23,5 bərabərdir 56,5-ə. Buradan hesablama aparsaq, görə bilərik ki, x bərabərdir 10 dərəcə şimal enliyi. Yəni, sualımızın düzgün cavabı Y bəndi olacaqdır. Demək, bizə Dağlıq Şirvan, Küraraz və Gəncə fiziki coğrafi rayonlarını verib. Deyir, əkinçiliyin inkişafı qış otlaqlarının sahəsini azaldır. Biz bilirik ki, Küraraz ovalığında xüsusən əkinçilik yaxşı inkişaf etmişdir. Ona görə də burada qış otlaqları kimi istifadə etməni məhdudlaşdıra bilər. Ona görə 2-yə A. Meandr və axmazların yaranması. Biz bilirik ki, Kürün ətrafında meandrlar, axmazlar, axmaz mənşəli göllər çox yaranır. Ona görə bu da Küraraza aiddir. B. Yayı quraq keçən mülayim isti iqlim yarım tipi mövcuddur. Bu əlbəttə ki, Dağlıq Şirvana aid ola bilər. C. Gölləri əsasən uçqun mənşəlidir. Biz bilirik ki, Maral göldür, Göl göldür, uçqun mənşəli göllər Gəncə fiziki coğrafi rayonunda daha çox yayılıbdır. Ona görə 3-ə D. Metallurgiya sənayesinin inkişafı üçün yerli xammal bu yenə də daş kəsən ərazisində daşı dəmir ehtiyatları və s. kimi ehtiyatlara biz deyə bilərik ki, bu da əlbəttə ki, Gəncəyə aiddir. Ona görə 1-ə C, 2-yə A, B, 3-ə isə D olacaqdır. Növbəti suallara baxaq. Üzvi aşınmanın zəif getdiyi məntəqələri müəyyən edin. Biz bilirik ki, üzvi aşınma harada zəif gedər? Əlbəttə ki,
yarım səhra quru çöldə. Çünki burada canlı aləmi zəifdir deyə üzvü aşınma da zəif gedir. Çünki üzvü aşınma nəyin təsirindən baş verir? Canlıların təsiri ilə. Ona görə də biz burada 1-i seçə bilərik, yarım səhra və quru çöldür. Daha sonra 5-i seçə bilərik, yarım səhra və quru çöldür. 4-ü seçə bilərik və 6-nı seçə bilərik. Ona görə sualımızın düzgün cavabı 1, 4, demək 1, üzr istəyirəm, 1, 4 və 5, 6. 1, 4, 5, 6 olacaqdır. Sonra demək bir də baxaq, həqiqətən görə düz 1, 4, 5, 6. Bəli, bunlar hamısı yarım səhra olduğu üçün üzvü aşınma zəif olacaqdır. Aha, sonra bizə deyir ki, dəqiqə, aha. Meridian üzərində ekvatordan 0 dərəcəlik azimutla 8769 km hərəkət etsək, çatdığımız məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafəni hesablayın. Gəlin buna baxaq. İlk öncə ekvator xəttimizi çəkək. Ekvatordan mən şimala doğru 0 dərəcə azimutsa şimala doğru 8769 km hərəkət edirəmsə, əlbəttə ki, mən meridian üzərində hərəkət edəcəm deyə bunu böləcəm 111-ə. Çünki 1 dərəcəlik qövsün uzunluğu təqribən 111-dir. Bir dənə bölək 8769-u biz 111-ə bölsək, görərik ki, cavab 79. Yəni ekvatordan da 79 dərəcə şimala gəlsə, 79 dərəcə şimal enliyinə çatarıq. Düzdürmü? Və buradan cənub tropikına qədər olan məsafəni deyir hesablayın. Biz bilirik ki, cənub tropik xətti də 23,5 dərəcə cənub enliyində yerləşir. Bunlar əks yarımkürələr olduğu üçün toplayarıq. 70 üstə gəlinsin 23,5. Demək 70-in üstə də 23,5 gəlsə 102,5 edər. 102,5-də yenidən 111-ə vuracaq. Çünki meridianal üzərində hesablayırıq. Vurursun 111. Bunun da 11.377,5 olduğunu hesablaya bilərik. Yəni A bəndi. 43-cü sualda deyir ki, Ay iqtisadi rayonunun relyefi kürboyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daş salahlı bentolit kili, Ağdağ, üzr istəyirəm, seolit yataqları mövcuddur. Biz buradan daş salahlını görən kimi ağlımıza Qazax gəlir, Ağdağı görən kimi ağlımıza Tovuz gəlir. Biz bilirik ki, bu Qazax-Tovuz iqtisadi coğrafi rayonundan söhbət gedir. Deyir ki, Ay iqtisadi coğrafi rayonuna aid olmayan xüsusiyyətlər, yəni burada xüsusi diqqət yetirmək lazımdır. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir. Bu tamamilə doğrudur. Ona görə aid olmayan əlamətləri də biz seçə bilmərik. Tərkibinə daxil olan bütün inzibati rayonlar xarici ölkələr ilə həmsərhəddir. Demək bilir ki, burada Şəmkir xarici ölkələrlə sərhədi yoxdur. Rayon ərazisində Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa kəmərləri keçir. Tamamilə doğrudur. Enerji olan tələbatı Arpasa. Arpasa bilir ki, Naxçıvandadır, yəni bura aidiyyəti yoxdur. 4. Kənd təsərrüfatı yalnız suvarma şəraitində yox. Biz bilirik ki, nisbətən dağlıq ərazilərində dəmiyə formada da mümkündür. Bu da səhvdir. Bir iqtisadi coğrafi rayonla sərhəddir. Bu da tamamilə doğrudur. Ona görə yanlışları bizdən istəyir 2, 4 və 5-i seçəcəyik. Yəni yanlışlar. Aha. Gəlin baxaq. Qədim platforma, geosinkronal qurşaq və cavan platforma. Deməli, biz burada diqqət yetirsək, Orta Rusiyanı əlbəttə ki, götürəcəyik qədim platforma. Meksika yaylası əlbəttə ki, geosinkronal ərazidir. 2B. Qərbi Sibir ovalığı əlbəttə ki, cavan platformadır. Pont dağları təbii ki, Türkiyə ərazisində cavan dağdır. Və Amazon ovalığı isə təbii ki, qədim platforma zonasıdır. Ona görə 1-ə AE, 2-ə BD, 3-ə isə C olacaqdır. Növbəti suala baxaq. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çaylar. Baxın, gəlin baxaq. Görək yayda harda quraqlıq olur. Təbii ki, subtropikin Aralıq dənizi iqlim tipində. Biz birinci seçəcəyimiz çaylar subtropikin Aralıq dənizi iqlim tipindən axmalıdır. İkincisi seçdiyimiz isə qışda. Qışda isə təbii ki, subekvator iqlim zonadan axan çaylar olmalıdır və yaxud da muson rejimli çaylar, belə deyək. Ona görə sualımızın düzgün cavabının C olduğunu görə bilərik. Po və Fərat əsasən bunlar yayda suvarmada istifadə olunacaq. Qanq və Mekong isə əsasən qışda suvarmada istifadə olunacaq. Deməli, deyir ki, xəritə sxemi əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu məntəqələri müəyyən edin. Bu, təbii ki, əsasən biz səhralıq əraziləri, quraq əraziləri müəyyən etməliyik. Biz burada baxan kimi 1 Somali ərazisini görə bilərik, 3 və 5. Bunun da səbəbi nədir? Soyuq Somali, Kaliforniya, həmçinin Peru kimi soyuq okean cərəyanları bu ərazilərdən keçir və suyun temperaturunu soyudur. Nəticədə buxarlanma gedə bilmədiyi üçün ətraf ərazilərə yağıntı az düşür. Lakin bu ərazilər isti ərazilər olduğu üçün buxarlanma qabiliyyəti böyük olsa da
buxarlanma zəifdir. Yəni buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin yaranmasına səbəb soyuq okean cərəyanlarıdır. Ona görə sualımızın düzgün cavabı B bəndi. 1, 3, 5 sahillərinin soyuq okean cərəyanlarının keçməsi. Demək deyir ki, inzibati rayon, təbii sərvət, Narzanlı ilə Gilgətçay bilir ki, Laçında yerləşir. Ona görə A gedəcək Laçına. Daha sonra Kastaq bu Balakən-Zaqatala zonasına aiddir. O metabolların heç birinə aid deyil. İpək, əlbəttə ki, bu da bilirik ki, Göydərə ipək. Demək, ipək əlbəttə ki, Laçındadır. Hamançay, biz bildiyimiz kimi Daşkəsəndə dəmir yatağıdır. Və Göydərə isə Kəlbəcərdə xromit yatağıdır. Növbəti sualımıza baxaq. Demək, növbəti sualımızda A, B, C ölkələrini qeyd edib. Biz bilirik ki, ABŞ, Fransa və Avstraliya ölkələri, yəni hər biri inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrə biz aid olan xüsusiyyətlər seçməliyik. Bəli, inkişaf etmiş ölkələrə əhalinin təbii artımının birinci tipinə aiddir. Biri seçdik. Əhalinin yaş tərkibində uşaqların sayı çoxdur. Əlbəttə ki, azdır, çünki bu ölkələrdə təbii artım aşağıdır. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Əlbəttə ki, yanlışdır. Əsas emiqrasiya yox, imiqrasiya mərkəzləridir. Yanlışdır. Urbanizasiya səviyyəsi bunlarda əlbəttə ki, yüksək olacaq, çünki inkişaf etmiş ölkələrdir. Əhalinin əsas hissəsi isə Hind-Avropa dil ailəsinə aid olacaq, tamamilə doğrudur. Yəni sualımızın düzgün cavabı 1, 5 və 6 olacaqdır. Növbəti sualımıza baxaq. Deməli, burada 1, 2, 3 və 4 olaraq qeyd edək. Demək, bizə deyir ki, rütubətlilik əmsalı vahiddən böyükdür. Ekvatorial meşə, qütb səhraları və iynəyarpaqlı meşələr təbii ki, hamısında rütubətlilik əmsalı vahiddən böyükdür. Çünki ekvatorial ərazilərə yağıntı çox düşür. Qütb ətrafı və iynəyarpaq meşələrdə isə buxarlanma zəif olduğu üçün rütubətləmə əmsalları vahiddən böyük olacaq. Ona görə 4-ə gedəcək. 1. Aqroiqlim ehtiyatlarıyla zəif təmin olunmuşdur. Bu təbii ki, soyuq ərazilər, yəni qütb ətrafı və iynəyarpaqlı meşələr, yəni 3. Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Bu əlbəttə ki, ekvatorial meşələrlə iynəyarpaqlı meşələrə aid ola bilər. Ona görə 2-yə 3. Ərazisində fəsillər aidi müşahidə edilmir. Təbii ki, bu qütb səhralarına və ekvatorial meşələr. Bəli, burada fəsillər aidi müşahidə edilməz. Ona görə 1-ə gedəcək 4. Demək, bir də bax, ərazisində fəsillər aidi müşahidə edilmir. Bir ekvatorial meşələr olur, bəli, bir də qütb səhraları. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıb. Günəş, demək, iynəyarpaqlı meşələrindən qütb səhralarında, yəni 3-də zenitdə olmaz. Yəni 3-ə 5. Əsas iqlim qurşağında yerləşir. Bu əsasda yerləşən ekvatorial meşələrlə iynəyarpaq meşələrdir. Ekvatorial və mülayim iqlimdə yerləşirlər. Ona görə 2-yə gedəcək 6. Kimyəvi və üzvi aşınma intensivdir. Bu da iynəyarpaqlı meşələrlə, deməli, kimyəvi və üzvi aşınma intensivdir. Üzr istəyirəm. Burada əsas iqlim qurşağında yerləşir hamısı. Çünki qütb səhraları arktikdədir, iynəyarpaqlı meşələr mülayimdədir, ekvatorial isə ekvatorialdadır. Üzr istəyirəm. Ona görə burada biz 6-nı ortağa 6-ya yazacağıq. Kimyəvi və üzvi aşınma isə qütb ətrafı ərazidə ola bilməz. Bu ekvatorialla iynəyarpaqlı meşələrə aid ola bilər. Ona görə 7 isə ekvatorialla iynəyarpaqlı meşələrin kəsişməsinə, yəni 2-yə gedəcəkdir. Demək, 1-ə 4, 2-yə 3, 7, 3-ə 2, 5, 4-ə isə 1, 6. Sonra növbəti sualımıza baxaq. Deməli, burada horizontal bizə verib. Kəsmə yüksəkliyin 5 metr görürük biz buradan. Kəsmə yüksəkliyi 5 metrdirsə, deməli, bura 110-sa, bura 95, 90. Yəni, haradasa 90-dan başlamalıdır. Gəlməlidir 120-yə qədər qalxmalıdır. 90-dan 120-yə qədər qalxmalıdır. 90-dan 120-yə. 90-dan 120-yə qədər harada qalxıb? Y bəndində. Sonra isə təzədən haradasa 105-ə qədər düşməlidir. Düzdür, sualımızın düzgün cavabı Y bəndi. Yəni 90-dan baxsaq burada başlayıb haradasa 120-yə qədər qalxır, sonra isə 105-ə qədər enir.
51-ci sualımıza baxaq. Deyir ki, ölkəmizin əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. Əhalinin yaş tərkibində uşaqların üstünlük təşkil edir. Yox. 16-65 yaşında olan yəni insanlar, yəni əmək qabiliyyətli insanlar üstünlük təşkil edir. Bu yanlışdır. Quba Xaçmaz və Lənkəran Astara İqtisadi Coğrafi rayonunda türk dilli olmayan xalqlar var. Bəli. Məsələn, Quba Xaçmazda ləzgilər, tatlılar, yahudilər, Lənkəran Astarada türklər yanaşı, həmçinin talışlar yaşayır. Bu düzdür. Ona görə 2-ni seçirik. Aznuhur Ceyrançöldə əhali sıxlığı yüksəkdir. Xeyr, bura biz bilirik ki, quraq ərazidir, olmaz. Bakı İqtisadi Coğrafi rayonunda əhalinin milli tərkibi mürəkkəbdir, tamamilə doğrudur. Çünki burada demək olar ki, Azərbaycanda yaşayan bütün xalqlar mövcuddur. Şəki-Zaqatala İqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər və saxurlar Qafqaz dil ailəsinə aiddir, tamamilə doğrudur. Kənd əhalisi əsasən miqrasiya hesabına yox, əlbəttə ki, təbii artım hesabına artır. Ona görə götürəcək 2, 4 və 5. Növbəti sualımıza baxaq. Demək, deyir cədvələ əsasən doğru sıraları müəyyən edin. Demək, bir də deyir ki, Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanmışdır. Bilir ki, tamamilə doğrudur. Çünki Hindistanda yayda ekvatorial hava şütürləri, subekvatorialda olduğu üçün yayda ekvatorial hava şütürləri təsir göstərdiyi üçün yağıntılar düşür. Amma qışda isə tropik hava şütürlərinin təsirinə məruz qaldığı üçün qışı quraq keçir. Ona görə bir doğrudur. Biri götürək. Mesopotamiya ovalığı il boyu səpələnən radiasiya yox. Bura quraq ərazidir. Burada düz radiasiya olar. Böyük səhra iyun ayında buxarlanma qabiliyyəti maksimuma çatır, ola bilər. Tasmaniya adası siklonda külək saat əqrəbinin əksinə. Biz bilirik ki, siklonlar cənubda saat əqrəbi istiqamətində hərəkət edir, əksinə yox. Ona görə bu yanlışdır. Tasmaniyada da cənubdadır. Qrenlandiya adası səthində albedonun kəmiyyəti yüksəkdir. Bəli, ağ səthi olduğu üçün əks itirməsi çoxdur. Yava adası günəş bütün il boyu zenitdə olur. Xeyr, ildə 2 dəfə zenitdə olur. Demək, sualımızın düzgün cavabı olacaq 1, 3 və 5. Ona görə sualımızın düzgün cavabı B bəndi. Növbəti sualımıza baxaq. Deməli, deyir ki, xəritə sxemdə və cədvəl əsasında doğru sıraları müəyyən edin. Düzən meşə landşaftı A-dan C-də deyir yayılıb. Biz bilirik ki, A Lənkəran ovalığı, C isə Qanıq Əyriçay vadisidir. Bəli, bura intrazonal landşaftların yayıldığı ərazilərdir. Yəni düzən meşə landşaftları ola bilər. Ona görə biri seçdik. Qışı soyuq keçən yarım səhra və quru çöl iqlim tipi hakimdir. B Naxçıvanda düzdür, amma D-də qışı mülayim keçən olar. Yəni yanlışdır. Ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklər A ilə C-ni verib. Xeyr, Lənkəranda bu təbii ki, yanlışdır. Bu ərazilərdə əhali əksinə daha yaxşı məskunlaşıb. Paleogen yaşlı çökmə suxurlar geniş yayılmışdır. A və D təbii ki, tamamilə yanlışdır. Orta illik yağıntıların miqdarı 500 mm-dən azdır. B və D, bəli, hər ikisi yarım səhra olduğu üçün burada yağıntıların miqdarı 500 mm-dən az olacaqdır. Yəni 1-5 sualımızın düzgün cavabıdır. Doğru fikirləri bizə deyir müəyyən edək. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi onun makro yox, mikro mövqeyidir. Xəzər sahilində yerləşən yalnız 2 ölkənin dünya okeanına birbaşa çıxışı yoxdur. Demək, Azərbaycan, Qazaxıstan, Türkmənistan 3 ölkənin yoxdur. Braziliya, Avstraliya və Kanada dövlətləri dünya okeanında geniş iqtisadi zonaya malikdirlər. Tamamilə doğrudur. Çünki okeana çıxışı olan ölkələrdir. Nigeriya və Hindistan əhalisinin milli etnik tərkibinə görə federativ ölkələrdir. Bəli. Bəli, Rusiya, Nigeriya və Hindistan tamamilə doğrudur. Mərakeş və Yaponiya konstitusiyalı monarxiya ölkələridir. Konstitusiyalı monarxiya ölkələri, bəli, doğrudur. Vyetnam, Butan və Laosun dünya okeanına birbaşa çıxışı var. Əlbəttə ki, yanlışdır. Ona görə bizim sualımızın düzgün cavabı olacaq 3, 4 və 5. Bir daha baxaq. Demək, 1 yanlış oldu, 2 yanlış oldu, 6 yanlış oldu. Bəli, 3, 4 və 5 tamamilə doğru cavablardır. Aha, 55-ci suala baxaq. Deyir, Azərbaycan kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Yarım səhra və quru çöl iqlim şəraitində suvarma əkinçiliyi inkişaf edib. Bəli, yarım səhra və quru çöl iqlim şəraiti mütləq suvarma tələb edir. Çünki yağıntı azdır. Biri seçək. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də gərzəkli. Bəli, məsələn, biz Qubada tumlu, Zaqatala ərazisində isə biz gərzəkli meyvəçiliyi görə bilərik. Ona görə 2 də tamamilə doğrudur. Şabaldı və qəhvəyi torpaqlarının yayıldığı ərazilərdə əkinçilik üçün əlverişsizdir. Xeyr, əksinə. Boz və sarı torpaqlarda sitrus meyvəçiliyi sarı torpaqda olur, amma bozda olmaz. Yay otlaqlarında soyuq iqlim tipində formalaşıb. Bəli, əsasən dağ çəmən landşaftında. Taxılçılıq və üzümçülük yalnız dəmiyə yox, əlbəttə ki, suvarma şəraitində də mövcud ola bilər. Ona görə sualımızın düzgün cavabı 1, 2 və 5 olacaqdır. Okeanların müxtəlif çökəklərinə exolotdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyi 6009 metr,
İkinci çökəkliyin dərinin isə 4800 metr olduğunu müəyyən etmişdir. Bu çökəkliklərə səs siqnalının gedib qayıtma müddəti arasındakı fərqi hesablayın. Demək, birincisi 6900-dür. Birinci mən 6900-ü 1500-ə bölərəm. Görüm hələ, çünki biz bilirik ki, exolot 1 saniyədə 1500 metr qət edir. Demək, 6900-ü bölsəm 1500-ə. Görürəm ki, 4,6 alındı 1500-ə. Amma bu onun getmə vaxtıdır. Plus da qayıtma vaxtı onun 2 qatıdır. Demək, 2-yə vursaq eləyir 9,2. Demək, bu 9,2 saniyə gedib qayıdacaq. Düzdürmü? İkincisinə baxaq. 4800 bölünsün 1500. Demək, biz 4800-ü 1500-ə bölsək, eləyər 3,2. Onu da 2-yə vursaq, eləyər 6,4. 2-yə vursam 6,4. 9,2-dən də 6,4-ə çıxsaq 2,8 olduğunu tapa bilərik. Növbəti sualımıza baxaq. Yaponiya, Almaniya, İspaniya. Musson iqlim tipi xarakterikdir. Bilirik ki, bu Yaponiyaya məxsusdur. 3 yarımkürədə biz bilirik ki, İspaniyanı Greenwich meridianı kəsir. Ona görə B. Əhalisinin əsas hissəsi German dil qrupuna aiddir. Əlbəttə ki, bu Almaniyaya aiddir. Zeytunçuluq bilirik ki, biz Araq dəniz sahillərində xüsusən İspaniyada yaxşı inkişaf edib. Arasında Kobe limanı var. Bu da əlbəttə ki, Yaponiyaya aid olacaqdır. Situasiyamıza baxaq. Deyir ki, A dağları 2 yarımkürədə yerləşir. Yəni, nə ekvator kəsmir, nə Greenwich kəsmir. Bu dağın yamaclarında isti okean cəryanına təsir edir. 2 işıqlama qurşağında yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. 2 işıqlama qurşağıdırsa, demək ya bunu tropik xətti kəsir, ya da ki, qütb dairəsi kəsir. İnkişaf etmiş ölkələrin ərazisindədir. A dağlarının yerləşdiyi yarımadanın sahillərini bir neçə dəniz suları yuyur. Bu dağların şimal hissəsində gecə və gündüzün adi növbələşməsi pozulursa, demək bunu qütb dairəsi kəsir. Bunu biz Skandinaviya dağlarının olduğunu artıq rahat görə bilərik. A dağları dövrlərinin sayı ən çox olan geoloji erada. Bəli, Skandinaviya dağları Paleozoy erasında yaranmışdır. Paleozoy da ən çox geoloji dövrü olur. Kemeri, Ordovik, Silur, Devon, Daş, Kömür, Perm. Onun ərazisində bol sulu və sürətli axan çaylar var. A dağlarının yerləşdiyi ölkələrdə əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Bəli, inkişaf etmiş ölkələr olduğu üçün. Mətnə əsasən A dağları və onun ən yüksək zirvəsini. A dağları olacaq təbii ki, Skandinaviya və ən hündür zirvəsi isə Qalxa Pikin zirvəsi. Dağın yerləşdiyi işıqlanma qurşağı. Onu qütb dairəsi kəsdiyi üçün həm şimal mülayim, həm də şimal qütb işıqlanma qurşağında yerləşir. Və bu işıqlanma qurşağına yerləşib A dağları ilə eyni geoloji erada yaranmış dağ sistemi Ural dağları ola bilər. Çünki Ural dağları da eyni işıqlanma qurşaqlarında yerləşir və Paleozoy erasında yaranmışdır. Növbəti suala baxaq. Mətnə əsasən A dağlarına uyğun gələn xüsusiyyətləri səhv eləmirəmsə həmin dağların ətrafında yerləşən okeanları Atlantik ilə Şimal buzulunu istəyir. Yəni düzdür, burada cədvəli biz görə bilmirik. 60-cı suala baxırıq. A dağlarının yerləşdiyi ölkələrin adlarını, biz bilirik ki, burada Norveç, İsveç və Finlandiya ölkələri yerləşir. Bu ölkələrin əsas hissəsinin aid olduğu dil qrupları, biz bilirik ki, Norveçlə İsveçdə Hind-Avropa German dil qrupu, amma Finlandiyada isə Fin-Uqor dil qrupuna aid olacaq. Yəni belə deyək, yazacaq biz burada İsveçlə Norveçə German dil qrupu, Hind-Avropanın German dil qrupu, Finlandiya isə Ural dil ailəsinin Fin-Uqor dil qrupu kimi qeyd edəcəyik. Əhalinin təbii artımın tipi, əhalinin təbii artımı birinci tipinə aiddir və demoqrafik keçidin təbii ki, 4-cü mərhələsinə uyğun olacaqdır.